Salam müəllimlər, bugünkü izahım olacaq uşaq bağçalarında təsvir fəaliyyətinin təşkili metodikası. İlk öncə biz bilik ki, təsvir fəaliyyəti məşğələsi 3-cü inkişaf sahəmizə aiddir. Estetik yaradıcı inkişaf sahəsində 3.1 əsas standartı daxilində yer alır. Yəni, sadə bədii yaradıcılıq bacarıqları nümayiş etdirir. Və eyni zamanda uşaqların biz sizdən keçmişik yaradıcılıq səriştəsi, estetik tərbiyəsində mühüm rol oynayır. Uşaq psixologiyasına belə deyək çox müsbət təsir göstərir. Və estetik tərbiyənin məktəbi yaş uşaqlarda hansı əhəmiyyətləri var desə, bu zaman qeyd edirik ki, bədii hisslərin və bədii zövqün, bədii yaradıcılıq qabiliyyətlərini inkişaf etdirir. Ətraf aləmdəki obyektləri uşaqlara müşahidə və müzakirə etmək bacarığı yaranır. Uşaqların nitqinə mühüm təsir göstərir. Təsvir fəaliyyəti artıq uşaqlar rəngləri, onların formalarını, yeni birləşmələrini öyrənir. Quraşdırma prosesində müxtəlif modellərin qurulmasında məktəbdə yaşlı uşaqların estetik zövqün inkişafına misilsiz xidmətlər göstərir, belə deyək. Yaradıcı əməli fəaliyyət biz bilik ki, quraşdırma fəaliyyəti yaradıcı əməli fəaliyyətdir. Bu da uşaqların təxəyyülünə, təfəkkürünə, ünsiyyət bacarıqlarına kömək edir. Eyni zamanda baxın digər insanların mövqeyini qəbul etmək bacarığı yaranır uşaqlarda və inkişaf edir. Estetik tərbiyə həmçinin deməli uşaqlar təbiətdə, ətraf mühitdə insanların hərəkətlərinə, geyimdə gözəllik görmək bacarığını və yaradıcı qabiliyyətin formalaşmasına imkan yaratmış olur. Və estetik tərbiyyənin əsas məqsədi nədir? Bu zaman biz qeyd edirik ki, əsas məqsəd incəsənət əsərlərinə estetik münasibəti olan yaradıcı bir şəxsiyyət yetişdirməkdən ibarətdir. Və onu da qeyd edim ki, müəllimlər, bağçalarda təsvir fəaliyyətinin 4 növü keçirilir. Rəsm, aplikasiya, yapma və quraşdırma. İndi mən bu gün sizə rəsm fəaliyyəti haqqında ətraflı şəkildə izah verəcəm. Deməli, ümumiyyətlə bunu bilin ki, imtahanda təsvir fəaliyyətə aid ən azı 3 dənə, 4 dənə sizin sualınız düşəcək. Yəni çox vacib mövzulardan biridir. Bunu daha dərindən, daha detallı şəkildə öyrənmənizi məsləhət görürəm. Çünki hər yaş qrupuna aid, istər rəsm olsun, istər yapma olsun, istər aplikasiya olsun, fərqi yoxdur. Hər biri yaşlar üzrə verilib və bunu siz bir-birindən fərqləndirə bilməlisiniz. Ona görə də bu mövzunu çoxlu oxumanızı, dərindən oxumanızı, dərindən öyrənmənizi isə məsləhət görürəm. İndi deməli keçirəm. Ümumiyyətlə, bax bu təsviri fəaliyyətdə növünün xüsusiyyəti, hər bir növünün özünün xüsusiyyətləri var, müxtəlif materiallardan istifadə olunur və müxtəlif işləmə priomlarından biz istifadə edib bunları bilməliyik. Və indi keçirəm birinci kiçik qrupda rəsmə. Yəni birinci körpələr qrupunda 1-2 yaşda rəsm fəaliyyəti necə olur? İndi onları izah edəcəm. Siz də öz qeydlərinizi götürə bilərsiniz. Deməli, hər şeydən öncə birinci kiçik qrupda tərbiyəçi müəllimin fəaliyyəti əyanidir. Yəni, əyani şəkildə uşaqlar bunu görməlidir. Çünki artıq biz birinci körpələr qrupunda söhbət edirik. Uşaq müəllimin çəkdiyini izləyir və təkrarlayır. Uşaqların diqqətinə qələmi və flomasterin kağız üzərində buraxdığı izə yönəltmək lazımdır. Rəsm zamanı tərbiyəçi müəllim uşaqla birgə nəticələrini müzakirə etməyi məqsədə uyğun hesab edilir. Baxın, qələm və flomasterlə çəkilmiş xətlərə baxır uşaqlar, barmaqlarla onların üzərindən getmək lazımdır, nəyə bənzədiyi uşaqlardan soruşmaq lazımdır. Və bu zaman uşaqların cavab vermələrini biz, çünki onlar körpədirlər, biz səbirlə onların cavablarını gözləyə bilərik. Baxın, tutalım müəllim bir hər hansı qarpızı dilimi çəkib, onun tumlarını uşaqlar qoya bilər və yaxud da ki, parabizəni çəkib onun xallarını uşaqlardan qoymağını xahiş edə bilərik. Yəni, uşaqların cavablarını biz səbirlə gözləməliyik və tərbiyəçi müəllim səsləndirdikləri fikirləri şübhə altına qoymadan uşaqları həvəsləndirməlidir, suallar ünvanlamalıdır. Tutalım, uşaq balıq mı rəsmi çəkib, məsəl üçün balığı oxşatmaq istəyib. Bu zaman deyir ki, bəs balığın quyruğu hanı? Çəkdiyi rəsmə biz uşağı əlavələr etməyi sövq edirik. Qələm və flomasterlə işləmək vərdişini uşaqlarda formalaşdırdıqdan sonra biz artıq keçirik, deməli, sulu boya ilə fırça ilə işlətmək texnikasına uşaqlara öyrədirik. Tərbiyəçi müəllimin qarşısında duran əsas məqsədlərdən biri qələm, flomaster və fırçanın düzgün tutmağı uşaqlara öyrətməkdir. Baxın, burada rəsmdə də, PDF-də də daha doğrusu təsvir olunub. Buna biz deyirik 3 barmaq texnikası. Yəni, qələm və fırçanın düzgün tutmaq vərdişi biz birinci kiçik qrupdan başladırıq. Bu da yazı texnikası, sabah təlimi yazı texnikasında düşsə ki, qələm və texnikanı düzgün tutmaq vərdişi haradan yaranır? Bu da təsvir fəaliyyətdən, belə deyək də, varisliyi hesab olunur. Yəni, biz birinci kiçik qrupda yazı texnikasına, bu 3 barmaq texnikası, yazı texnikası sabah təlimini geniş yol açır. Bunu yadımızda saxlayırıq. Baxın, bizim olaraq da belə deyək, diqqətli olun ki, yaddaşınızda yaxşı qalsın. 3 barmaq texnikası deyirik. Yəni, müəllim qələmi, flomasteri və yaxud da fırçanı düzgün 3 barmaq arasında, yəni ucunu çox yaxın olmadan, barmaqları çox sıxmadan tutmaq vərdişlərini uşaqlara biz öyrədirik. Uşaqlar üçün bu çox vacibdir, çünki bu yaşda uşaqlar hər şeyi doğru və gözəl etməyi öyrənmək istəyirlər. Buna nail olmaq üçün bir neçə priomlardan da istifadə edə bilərik. Baxın, burada da təsvir olunub şəkildə var. Deməli, tabaş şirləri biz xırda hissələrə parçalayırıq. Bunun da səbəbi nədir?
Uşaqlar əgər biz ona uzun təbəşirlər versək, belə deyək, onlar ortasından tutacaq, düzgün həmin üç barmaq texnikası onları öyrədə bilməyəcək. Ona görə də yaxşısı budur ki, onu xırda hissələrə parçalayın. Uşaqlar onu rahat şəkildə tutsunlar. Kiçik və ümumi təbəşirlərdən istifadə etsinlər. Rəsmi eyni zamanda baxın, burada da təsvir olunub divarda, lövhədə və mali səhətdə çəkə bilərik. Çünki bu zaman onların biləkləri yüngül yerlə əyiləcək. Bu da öz növbəsində qələmi tutmaq üçün optimal vəziyyət yaranmış olacaqdır. Bu oldu deməli müəllimlə birinci kiçik qrupda rəsm fəaliyyəti. İndi keçirəm ikinci kiçik qrupda, yəni ikinci körpələr qrupunda 2-3 yaşda rəsm fəaliyyətinə. Aha. Deməli, tərbiyəçi müəllimi dinləmək, onun dediyini və uşaqlar tərəfindən düşülmüş rəsmi çəkmək, nəticəni qiymətləndirmək bacarığını formalaşdırmaq vacibdir. Rəsm çəkmə qabiliyyətini artırmaq üçün əşyanı qavramaq bacarığını inkişaf etdirmək yenə davam edir. Ətraf aləmdə həmin əşyanı uşaqlar seçməlidir. İki əllə, baxın, iki əllə getmək, ikinci kiçik qrupdan iki əllə getmək. Bunu bir-birindən uyğunlaşdırıb yadınızda saxlaya bilərsiniz. Artıq uşaqlar iki əllə həmin əşyalara toxunmalı, konturlar üzərindən keçməkdir. Həmin belə deyək, hissəni hiss etməsi üçün əllə tutmağı vacibdir. Bütün bunlar uşağa həmin əşyanın formasını qavramağa, onu rəsmdə göstərməyə nə edəcək? Əlbəttə ki, kömək edəcəkdir. Bu dövrdə uşaqlar nə çəkirlər? İp çəkirlər, müxtəlif çubuqlar çəkirlər, yollar çəkirlər. Eyni zamanda bax bir neçə xətt kombinasiyası nədir? İki xəttin birləşməsi kombinasiya adlanır. Yəni pilləkən çəkə bilərlər, ağac çəkə bilərlər. Həmçinin geometrik fiqurlardan ibarət əşyaların təsvir prosesini uşaqlar artıq qavramış olurlar. Bunun üçün forma verən hərəkətləri uşağa öyrətmək lazımdır. Əşyanı qavraması zamanı konturlar üzərində yenə qeyd edirəm. İki əllə keçirlər uşaqlar. Bir hərəkətlə əşyanı və onların eyni formal hissəsinin təsvir edilməsi uşaqlara göstərmək və izah etmək vacibdir. Eyni zamanda uşaqlara qələmi, fırçanı düzgün tutmağı, rəsm zamanı materiallardan səmərəli istifadə etmək, öyrətmək lazımdır. Yəni ki, bax fırçaya boyanı əlavə edilməsi. Fırçaya boyanın əlavə edilməsi daha doğrusu. Bax bu zaman uşaqlarda biz bunu öyrətməliyik. Çünki uşaqlar bu dövrdə tutalım sulu boyadan hər hansı bir rəsm çəkirlər. Rəsm çəkən zamanda tutalım tünd rənglərdən istifadə ediblər. Həmən də fırçanı təmizləmədən keçirlər açıq rəngləri batırmağa. Bu zaman rənglər bir-birinə qarşı səliqəsizlik olmağa başlayır daha doğrusu. Rənglər qarışdırırlar, istədiyi rənglər alınmır. Bu zaman biz uşaqlara nə öyrədirik ki, ilk öncə qara rəngə batırmısansa fırçanı, o sulu boyanı təbii ki biz bölündə bir suda veririk də, suda fırçanı təmizlə, sonra digər açıq rənglərə deməli istifadə edə bilərsən. Bax, bunların hər birini biz öyrədirik uşaqlara ikinci kiçik qrupda. Bir də burada əsas məsələlərdən biri, baxın, burada da təsvir olunubdur. Düzgün oturuş bacarıqlarının uşaqlara öyrədilməsidir. Birinci kiçik qrupda dedik, düzgün yazı bacarıqlardır, qələm tutma texnikası. İndi düzgün oturuş bacarığı da öyrədirik ikinci kiçik qrupda. Masaya oturacaq mütləq şəkildə uşağın boyuna uyğun olmalıdır. Ayaqlar döşəmədə olmalıdır. Uşağın kürəyi oturacağının belinə söykənməlidir. Baxın, burada da göstərilib 90 dərəcə bucaq altında uşaq oturmalıdır. Çünki bu dövrdə uşaqların belə deyək, əzələləri tam sümükləri möhkəmlənməyib. Hələ də qığırdadan ibarət olduğuna görə, yəni əyri otursa təbii ki, onun onurğasına da mənfi təsir göstərəcəkdir. Ona görə də uşaq düz oturmalıdır, onurğasına müsbət təsir göstərsin, beli əyilməsin, qollar belə deyək, masanın üzərində olmalıdır, onurğa sütunu düz olmalıdır. Məşğələ zamanı müxtəlif mahnı, şeir və musiqidən istifadə etməkdə də fayda var. Bax, diqqətli olun. Ümumiyyətlə, təsviri fəaliyyəti yenə qeyd edirəm, çoxlu oxumanızı məsləhət görürəm. Testlərdə çox zaman düşür ki, mahnı, şeir və musiqidən istifadə etmək hansı deməli yaş qrupuna aiddir? Bu zaman biz götürürük ikinci kiçik qrupda rəsm fəaliyyətinə aiddir. Bu da nə üçün lazımdır? Uşaqlarda məsələn həssaslığın formalaşmasına kömək edir. Bu oldu ikinci kiçik qrupda rəsm. İndi keçirəm orta qrupda rəsmə. Orta qrupda uşaqlarda estetik zövqü, bədii yaradıcılıq qabiliyyətini, əşyaların təsvirini, rəngini, formasını, ölçülərini səsləndirmək bacarığı formalaşdırmaq lazımdır. Orta qrupda necə yadınızda saxlayırsınız müəllimlər? S hərflərindən. Baxın, rənglərini, formanı, təsvirini düzgün səsləndirmək S hərfidir. Sonra səliqəli rəngləmək texnikası orta qrupdadır. Bunun üçün uşaqlara müxtəlif rəsmlərdən və xüsusi albomlar olur. Baxın, buradan təsvir olunub da. Tutalım, kəpənəyin bir hissəsi çəkilib, digər hissəsi nöqtələrlə və yaxud da ki, top olsun, fərqi yoxdur, dovşan olsun, nöqtələrlə veriblər həmin albomlarda. Albomlardan istifadə etmək məsləhət görülür orta qrupda. Uşaqlar həmin deməli səliqəli rəngləyir və yaxud nöqtələr üzərindən keçirir, həmin işi tamamlayır. Yəni, səliqəli rəngləmək texnikası varsa, bunu biz orta qrupdan götürürük. Eyni zamanda müxtəlif albomlardan, məsələn, hansı ki, onlar rəsmi tamamlamaqdır, rəngləmək tələb olunur, onlardan istifadə edə bilərik.
Və səliqəni rəngləmək üçün uşaqlar başa düşməlidir ki, qələm və fırçanın hərəkətləri eyni istiqamətdə hərəkət etmək məsləhətdir. O da necədir? Bax, bu dövrdən çox uşaqlar sanki dizmaqara rəngçilirlər də, gah sağdan sola, gah aşağıdan yuxarı eləyirlər. Bu zaman biz bunu səliqəni rəngləmək texnikasını öyrətməliyik uşaqlara. Baxın uşaqlar, ya bu rəsmi yuxarıdan aşağı bir istiqamətli rəngləməlisiniz, ya sağdan sola və yaxud da ki, çəpinə. Bunların hər biri orta qrupda uşaqlara öyrətmək məsləhətdir. Rəsmi məzmun uşaqların təəssüratına uyğun seçmək lazımdır. Yəni onlar maraqlı nə görüblərsə də, nə eşidiblərsə də, yaxud da hər hansı bir cizgi filmə baxıblarsa da, bunların hər biri deməli uşağın təsiratına uyğun olmalıdır. Uşaqların diqqətini məfhumun kağızda yerləşdirməsinə yönəltmək lazımdır. Yəni biz uşaqlara izah edirik ki, uşaqlar torpaqdır, otdur, ağaclardır. Bunlar hər biri aşağıda yerləşir. Yuxarıda isə məsələn, yuxarıda biz nə çəkə bilərik? Təbii ki, günəşdir, səma cisimlərdir, aydır, ulduzdur. Bunlar varsa biz bunu göy qurşağıdır, bunları deməli kağızın yuxarı hissəsində çəkmək. Bunu da biz orta qrupdan uşaqlara öyrədirik. Eyni zamanda baxın diqqət edin, deyir ki, uşaqlara qələm və fırçanı düzgün tutmağa, boyadan düzgün istifadə etmək, öyrətmək müəllimin vəzifələrindən biridir. Yəni hələ də bu dövrdə uşaqlar qələmi düzgün tutmaya bilərlər. Bu zaman müəllimin vəzifəsi nədir? Onu öyrətmək, onu yerinə yetirməkdən ibarətdir. Bu oldu orta qrupda rəsm. İndi keçirəm böyük qrupda rəsmə. Deməli, tərbiyəçi müəllim uşağa əşyalara baxın, testlər daha çox düşür. Əşyaları detallara bölməyi, onları fəzada yerləşdirmək diqqət yetirir. Rəng qavrayışının formalaşdırmasına kömək etmək vacib məsələlərdən biridir. Əlbəttə ki, rəng qavrayışını deməli, dekorativ rəsm ümumiyyətlə görürsünüzsə böyük qrupdur. Sonra təsvir kağıza düzgün yerləşdirmək böyük qrupdur. Lay üzərində yerləşdirmək deyirik də biz buna. O da necədir? Əşya məsələn hündürdədirsə də daha doğrusu, kağızı biz deyirik uşaqlar şaquli istiqamətdə istifadə etmək lazımdır. Yox, əşya eynidirsə də bunu biz kağızı üfüqi istiqamətdə istifadə edə bilərik. Biz də buna deyirik ki, lay üzrə yerləşdirmə. Yəni lay üzrə yerləşdirmə görürsünüz də bunu biz götürürük böyük qrupda rəsm. Bir də böyük qrupda rəsmdə nələr var? Deməli, tam xov anlayışı var da. Xov da nədir? Baxın, bəzən aqressiv uşaqlarda olur ki, fırçanı və yaxud da ki, qələmi möhkəm basırlar da, belə sərt şəkildə basırlar. Biz uşaqlara öyrədirik ki, uşaqlar, əgər biz rəsmi qalın xətlərə çəkiriksə də onun tam xovundan istifadə edirik. Yox, incə xətlər çəkmək istəyiriksə də fırçanın ucundan istifadə edə bilərik. Ucundan istifadə etsək, bu zaman bizim rəsmimizə lazım olan incə xətdən düşmüş olacaqdır. Bu problemlər həm əşya üzərində rəsmdə, həm də dekorativ rəsm zamanı istifadə etmək olar. Vacib olan məqamlardan biri də uşaqlarda bütövlük anlayışı, bax bütövlük anlayışı da böyük qrupa aiddir. Yəni rəsm çəkərkən və rəngləmə zamanı əlini kağızdan ayırmadan xətlərin hamar çəkilməsi deməkdir bütövlük anlayışı. Ritm anlayışı da simmetriyadır. Sadəcə rəsmdə simmetriyaya getmir. Bu da ritm sözü simmetriya sözünün sinonimidir. Bax, bu şəkildə yadınıza saxlaya bilərsiniz. Diqqət psixoprosesini uşaqların inkişaf etdirir. Deməli, vizual olaraq uşaqların yaddaşında belə deyil, daha yaxşı qalır. Ritm eyni elementlərin eyni məsafədə çəkilməsi, xüsusiyyətlərin inkişaf etdirilməsi olur böyük qrupda rəsm. İndi keçirəm məktəbə hazırlıq qruplarında rəsm. Deməli, təsir fəaliyyət zamanı tərbiyəçi müəllim uşaqların diqqətini əşyaların bir-birinə nisbətən yerləşdirməsinə yönəldir. Yəni, hansı əşya uzaqda, hansı yaxında, hansının üstünü örtür, hansı böyük, hansı kiçik, hər birini bunun məktəbə deməli, hazırlıq qruplarında öyrədirik. Bir də bir şey demədim müəllimlər, böyük qrupda rəsmdə sensor mədəniyyət anlayışı formalaşır. Sensor mədəniyyət anlayışı da Montessori tərəfindən bilir-ki, elmə gətirilmişdir. Bu da böyük qrupa aiddir. Uşaqların hiss üzvlərinin sistematik məşq etdirilməsi olur, deməli, böyük qrupa aiddir. Yəni, bunu da qeyd olaraq özünüz üçün qeyd edə bilərsiniz. Məktəbə hazırlıq qrupunda dedik ki, əsərin gözəlliyini görməkdir, yəni formasıdır, hamarlığıdır. Fonlar arasında keçidin düzgün etməkdir, xətlərin bir-birinə uyumudur, rənglərin hamar keçidini sezməyi bunlara öyrədirik. Yəni, sərbəst müstəqil öyrənmə səriştəsi keçmişik sizdən. Varsa da bu məktəbə hazırlıq qrupuna aiddir. Diqqət psixi prosesi artıq uşaqlarda tam şəkildə inkişaf edir. Uşaqlarda tam estetik zövq formalaşır, şəkil üzrə, məsələn, tam estetik şəkildə ortaya çıxarda bilirlər. Daha sonra xüsusi bir də böyük qrup, daha doğrusu məktəb hazırlıq qruplarında qeyri-ənənəvi rəsm texnikalarından istifadə edirik. İndi bunların hər biri haqqında sizə məlumat verəcəm. Qeyri-ənənəvi rəsm texnikalarının özəlliyi nədən ibarətdir soruşsalar, o zaman qeyd edirik ki, xüsusi əl qabiliyyəti tələb etmir və onlardan istifadə etmək üçün xüsusi bir yaş həddi yoxdur.
Kiçik qrupdan başlayaraq biz bunu tətbiq edə bilərik. Bunun üçün xüsusi, yəni zərərsiz qida boyaları olur ki, onlardan istifadə edirik. Çünki bu dövrdə biz körpə qruplarından da istifadə edirik. Bu qeyri-ənənəvi rəsmlərdən tutan barmaq rəngkarlığından məsələn istifadə ediriksə də, uşaqlar əllərini rəngə batırır. Çünki onlar körpə olduğuna görə boyanı ağızlarına da apara bilərlər. Ona görə biz qida boyalarından, tam təhlükəsiz boyalardan istifadə edirik ki, uşaqlar məsələn zəhərlənməsin, hər hansı bir onlar üçün mənfi təsirə belə deyək, yol açmasın. İndi gəlin baxaq görə qeyri-ənənəvi rəsm texnikaları hansılardır? İlk öncə başlayaq barmaq rəngkarlığı. Bəzən testlərə müəllimlər diqqət edin bunlara. Bəzən testlərdə də rəsm formasında da düşə bilər. Ümumiyyətcə qeyri-ənənəvi rəsm texnikasından ən azı 1-2-si də qəbula düşür. Diqqətli olun, bunları çox yaxşı oxuyun da müəllimlər. Deməli, barmaq rəngkarlığı nədir? Çox asandır. Yəni biz boya hazırlayırıq, uşaqlar əllərini boyaya batırır və kağıza və yaxud da ki, nə bilim, divara yapışdırırlarsa da bu olur barmaq rəngkarlığı. Yəni uşaqların estetik təxəyyülünü inkişaf etdirir. Qeyri-adidir nə mənada? Çünki bir insanın əlinin izi digər insanın əlinin izindən üst-üstə düşmür. Yəni hər kəsin əlinin izi fərqlidir. Buna bəzən də ovuz içi rəsmdə deyirik. Qeyri-adi, təkrar olmaz rəsm məsələ yaratmaq mümkündür. Bunun üçün sadəcə istək və fantaziya lazımdır. Növbəti qeyri-ənənəvi rəsm texnikası olacaq müəllimlər, ştampinq texnikası. Baxın, burada da rəsmdə də var. Ştampinq texnikası nədir? Yəni satışda hazır ştamplar var, lakin bunu biz özümüzdə hazırlaya bilərik. Yəni müəllimin yaradıcılıq qabiliyyətinə, fantaziyasına baxır. Məsələn, adi bir çəngəlmi, qaşığımı boyaya batırıb kağız üzərinə vururuq, A4 deyək də, A4-ə vururuq. Orada rəsm görürsünüz, ştamp kimi düşür. Və yaxud da ki, bax burada da rəsmdə göstərilib. Hər hansı bir yarpağı götürürük, o yarpağı boyuyuruq, sonra kağıza çeviririk, onun ştamp kimi düşür və onu biz tamamlamaq olar. Baxın, diqqətli olun, ştampinqdə əgər məsələn müxtəlif formalı yarpaqların fırçanın köməyi ilə boyayıb təmiz kağıza çeviririk, yarpağın izi düşür, bundan sonra fırçanı tamamlaya bilirik. Yəni bu ştampinqdə tamamlamaq olur. Və yaxud da ki, bax, adi bir kartoşka götürüb müəllim, kartoşkanın neyinib? Müxtəlif kağızlarla belə deyək, formalar verib və rəngə batırıb, görürsünüz, müxtəlif ştampinqlər alıb. Yəni çox rahatdır da bu ştampinq texnikası. İndi keçirəm müəllimlər pointillizm texnikasına. Bu da uşaqlarda diqqət psixoprosesini inkişaf etdirir. Nöqtələr deməkdir, nöqtələrinə yadınızda saxlayın. Baxın, zaten burada hər biri altında öz belə deyək də texnikali bir rəsm təsvir olunub. Burada da görürsünüz ki, fransız sözündən tərcümədə nöqtə deməkdir. Fransada təxminən 1885-ci ildə yaradılıb. Pointillizm texnikasının özəlliklərindən biri də nədir desələr, təmiz rənglərdən istifadə olunur. Yəni rəng qarşılığına yol verilmir. Baxın, aydın bu quşa baxaq və yaxud da ki, xoruzdur, səhv eləmirəmsə də, quyruğunu görürsünüz, məsələn, birini tam yaşılla rəngləyiblər, birini qırmızı ilə, birini qara ilə. Yəni burada rəng qarşılığına yol verilmir. Pointillizm bu demək, rəsm nöqtələrlə çəkilir. Və yaxud da bu bir rəsmə diqqət edin, bu qulaq çöplərindən çəkilib uşaq bunu, adi qulaq çöplərini boyaya batıb pointillizm kimi də istifadə etmək olar. Bu texnika deməli, çəkilən rəsmdə parlaq və aydın görünür. İndi keçirəm müəllimlər monotipiya texnikasına. Baxın. Deməli, monotipiya çap qrafikasının bir növüdür. Yunan sözündə monos bir, typos istəməkdir. Yəni monotonluq var da, bir rəngdən ibarətdir. Məsələn, qara rəng indi burada təsvir olunub, qırmızı da ola bilər, sarı da ola bilər, fərqi yoxdur. Yəni bir rəng deməkdir də. Bu da İtalyan rəssamı Giovanni Castellini'nin adı ilə bağlanır. Psixologiya və pedaqogikada monotipiya texnikasının böyük məktəbi azad qruplarında daha çox istifadə olunur. Eyni zamanda qeyri-ənənəvi texnikalar arasında xüsusilə seçilir. Yəni testlərə düşsə, o zaman qeyd edirik biz monotipiya texnikasına. Nə üçün seçilir? Çünki uşaqların böyük marağına səbəb olur, həm də sakitləşdirir. Monotipiya digər texnikalarla birgə istifadə edilə bilər. Monotipiya texnikası rəsm çəkmə qaydası belədir. Kağıza məsələn baxın, kağızda burada pişik təsvir olunub, pişik çəkilir, digər ağ kağıza, təmiz kağıza sanki ştamp kimi vurulur. Baxın, əşyanı biz rəngləyib kağıza vururuqsa da bu olur ştampinq. Yox, kağızı rəngləyib kağıza vururuqsa da olur monotipiya. Bir də monotipiyada müəllimlər, baxın, rəsm tamamlanmır. Biz ştampinqdə dedik ki, rəsmi tamamlaya bilirik, monotipiyada tamamlanmır. Bax, bunlara diqqət edin. Bir-birindən fərqləri budur. Yəni, pişikdirmi, nə bilim, müxtəlif figurlardırmı, heyvanlardırmı biz kağıza çəkdik, digər kağıza çeviririk, ştamp kimi vururuq, bu da olduğu monotipiya texnikası. İndi keçirəm klasiografiya texnikasına. Kağızın bir tərəfinə bir neçə damcı boya
damızdırdıqdan sonra onu qatlayıb ehtiyatla sığallamaq və ya kağızı açandan sonra onu fırça ilə tamamlamaq olar. Baxın, burada tamamlaya bilərik. Və yaxud da ki, uşaqların ən maraqlı, çox maraqlı belə deyək, texnikalardan biridir. Uşağa bir neçə damızı boyanı damızdırdıqdan sonra burada baxın, uşaqlarda da görüb kokteyl çöpləri olur da. Biz necə ki dedik, pantalizmdə qulaq çöplərindən istifadə edirik. Ancaq klassikografiyada kokteyl çöplərindən istifadə edirik. Kokteyl çöpləri vasitəsilə uşaqlar bunu görürsünüz, üfürərək müxtəlif formalı bir fiqurlar əldə edirlər. Qulaq çöpləri üfürərək yayılır. Bu da olur klassikografiya texnikası. İndi keçirəm fotokopiya texnikasına. Aha. Şam və ya sabun parçası ilə rəsm çəkirik. Sulu belə rənglədikdən sonra boyanın altında çəkilən rəsm üzə çıxır, şəklin plyonkassına oxşayır. Ona görə də buna deyirlər ki, fotokopiya texnikası. Yəni altdan şamla və yaxud da ki, sabunla rəngləyir, belə deyir, rəsm çəkirik, sonra sulu boyanın üzərindən gedirik. Bu da fotokopiyaya oxşayır, çox maraqlı texnikalardan biridir. İndi keçirəm qraftaj texnikasına. Qraftaj texnikası deməli, cızma üsullə çəkilir, tünd boyadan və tujdan istifadə olunur. Kağız əvvəlcə mum ilə rəngləyirik, daha sonra isə tujla və ya qara quaşla örtürük. Sonra altdan cızaraq həmin rəsm çəkilir. Baxın, burada da öz əksini tapmışdır. Cızdıqdan sonra altdan gözəl rəsm çıxır, bu da çox gözəl bir rəsm əsəri alınır. Və bu texnika biraz məhkəb olduğuna görə digər texnikalardan bunu daha çox böyük və məktəbli qruplarında istifadə etmək məsləhət görünür. Rəsm fəaliyyəti bu qədər, müəllimlər.